Abone ol. Salam aleykum dostlar, nəyəsiniz, keyfiniz, əfvəliniz, əvvəlhamınız, yaxşılarsınız, mənsə bilsinizlə, gərsiniz çəkilişindən, deməlisə, son videoda Qaraquşun Qaraquşun gözü sulanmışdı, yəni xəstələnmişdi, soyuq dəymək tutmuşdu. Bunun səbəbi isə, araşdırdım biraz internetdə, səbəbi bu ola bilər ki, bir çox səbəbləri var. Yuvada infeksiya varsa, yəni mikrop varsa, toz torpaq varsa, toz torpaq olmalıdır yuvada. Toz torpaq çox uçurlar, məsələn yuvada toz torpaq qalxır, gözünə toz girir, məsələn düşün, belə infeksiya qapa bilir. Sonra yağışlı havalarda, nəmli havalarda, həm də yerlər nəmidir axı. Hə, infeksiya qapa biliriz də, nəsə də. Hə. Sonra bir dənə var idi, hə, soyuq dəymə olanda, yuva soyuq olanda, düzdür, qışda birində olsun göz yaşanması yox idi orada. Büzülmə var idi, düzdür. Amma heç bir qışı mən xəstə öldürmüşəm. Hə, bununla mən çox qışımı, bala quşlarımı ya qaçırmışam, ya da çiçək xəstəliyində öldürmüşəm. Mən də onun çarəsini tapdım olsa, burası hələ bala yoxdur, bala olsun inşallah, onun çarəsini deyəcəm sizə. Onu gözləmənə qalın. Qoyalım, yıxılmış. Hə, demək sonra indi bazardan gəldim. 2 dənə quş gördüm olsa orada. Biri pavlin idi. Bursa mən istədiyim pavlin də öyle. Mən istəyirdim ağ pavlin olsun. Ağ pavlin olan kimi alaram. Ağ da öyle burası. Ağ qara idi. Onu eləncə istəmirəm axı. Bir də ki, ağ-qara cüt deyəsən var. Bir də ağ-qara pavlin olmayan. Deyəsən cüt idi, erkəkçi idi. Hə, 2 dolar idi. Mən istədiyim quşlar dostlar, bunlar olacaq. 5 də quş almasın. İndi düzdür, hamısını bir yerdə olan şey olsa alaram. Borsa hamısını bir yerdə ala bilməsəm də, yarı-yarı da olsa, yarı-yarı. Məsələn üçün, bir gün getdim, məsələn üçün, sarı quş aldım, sarı kekilli. Bir gün getdim, qara aldım. Bir gün getdim, ağ quş aldım, nə bilim, bir gün getdim, bir də buna, bu qara quşa, bir də ona paşlıq alacam, keçilli, erkəyə dişi. Bir də bu qaraya, bir də qara özünə oxşar, qara boyuna əsən olmaq istəyirəm. Bilmirəm, səsini tapılacaq, düzdür, səsini tapılacaq, nəsə danışamıram. Amma baxacaq da inşallah. Bilmirəm, adi qara alsam, buna vursam, balalar boyuna əsən çıxacaq, çıxmayacaq, bilmirəm dəqiq. Hə. Bir də buna sarı quş alacam, əvrəş quyruq keçilli alacam. Bir də ona mütləq qarabaş və keçilli qarabaş almaq istəyirəm. Orada çətin tapılan bir şeydir. Bir də buna ağ, keçilli olur, keçilli olsa da olar, olmasa olar. Baxın olsa keçilli çıxır, mit keçilli çıxır. Bilmirəm niyə olub belə, bir də baxıb. Hoppala, niye oldu be? Sen ne keçin olur? Hey. Ala. Böğrümü dağıttın gözle. Kanatlarını bura bir. Görürsün ne oldu başına? Ala kanatmışsınız birbirinizi, ne olmuşsunuz? Bakın. Küçük qalxıb yerə. Yerə xocuya. Hər nəsə. Get. Öz yuvasına döndü dostlar. Baxın, öz yuvasına döndü. Hoppa. Ortaya ata salacam o heç. Aşağıya da bilmirəm. Kimi salacam. Amma ora pavlindən yuvası olacaq. Pavlini bir dənə almaq istəyirəm. Bilmirəm. Bir dənə alacam ya da. İndi baxacam da ağ pavlini görsəm bir dənə alacam dişi. Bir də ki ayağı tüklü nə rəng olur olsun. Amma yəni təxmin eləməmişəm rəngi. Ağ-qara olur, nə bilim, pagonlu olur, fərqi yoxdur olsa. Nə bilim, nə deyirlər, çəp olur, qara quyruq olur, fərqi yoxdur. Yəni, baxacam quşun vəziyyətinə, belə qəşəng quşsa, bitli quşsa alaram. Bir də kekilli almaq istəyirəm, ayağı tüklü kekilli, bir də ki, pavlini keçilli almaq istəyirəm. Hətta o pavlin mənim ürəyimi yatmadı, onaca almadım. Olsa pavlinsiz quşda xoşum gələn quş olmaz. Çünki mən beynimi qoymuşam. Bax, bu quşu almalıyam, çünki özlərinə oxşar quş almalıyam. Bu da çünki prostoya oxşayır, onaca prostoya alacam ona. Prostoya keçilli. Yəni paşlı, göy. Ha, belə. Bir də ki, bu qara quşun gözü yaşarmışdı.
çaydan gözünü sildim, bir də zəncəfil içirdim buna. Baxın dostlar, bu sağlam gözüdür, baxın. Hansı idi hələ? Bu sağlam gözü idi, görürsüz? Bura baxın, bu da göz sulanmış gözü. Görürsüz dostlar, nəticəyə baxın, nəticə maşallah olsun. Səhərsi günə video çəkdim. Bursa istəmədim o video işləyim. Başqa cür video çəkmişdim. Başqa cür nətər deyim sizə. Telefonu düz tutmuşdum. İndi mən bu telefonu əyri tuturam. İndi YouTube kapağı kapaq fotoğrafı işləsəm, promoyla kapaq fotoğrafı çıxacaq. Yəni sizin qarşınıza kapaq fotoğraflı çıxacaq. Amma düz telefon tutsaydım, o şey olacaq. Kapaq fotoğrafı girməyəcəkdi video. Məsələn, başqa şey çıxacaqdı ortaya. Nəysə. Bilmirəm başa düşmədiniz nəsə. Baxın dostlar, göz mükəmməl oldu. Keyfi də mükəmməl. Birinci çaydan sürtdüm gözün. Yaxşı olmadı, biraz büzüldü. Sonra çıxartdım həydən. Biraz günəş var idi. Günəşin altında günəşləndirlər. Səhərsi günündə çimdilər. Burada çimdilər də palçıqlı suda çimdilər. Ona görə həmin təzən çimizdirdim bunları. Görürsünüz, boğuldular. Tərtəmiz. Ha, nə dedim? Belə. Əgər sizin də gözünüzdə, sizin də quşlarınızda, toyuqlarda da elbəs dostlar. Toyuqlarda bilmiyorum, göz yaşarma olmur. Göz yaşarma varsa mütləq zəncəfir eləməsi olar. Bilmirəm, zəncəfir eləmədi. Zəncəfir olsa, bildiyimdə sizin nəyə görə yaxşıdır. Zəncəfir quşun bədəndə nə qədər söyə dəyməsi varsa, quşun qənətləri ağrıyır, məsələn, ayaqları da ağrıyır. Yəni bədəndə ağrı varsa, onu öz yuvasında çıxartdı quşu, gördünüz? Bu quşun yuvası oradır olsa, bunun da yuvası, qaranlıq yuvası oradır. Tabii. Atanın yuvası oradır, amma oradan çıxaracam, yuxarı gətirəcəm. Oradan pavlinlə ayağı tükləyin yuvası olacaq. Sonra yeni quş gətirəcəm, Sumqayıtdan 4 dəfə quş gətirəcəm. Bilmirəm, ya 2 də dişi gətirdim, 2 də dişi gətirəcəm. Yəni bilmirəm, nəsə gətirdim, bilmirəm. Amma maksimum bir əbrəş gətirməliyəm, özümə söz vermişəm. Əbrəş, birində qara quyruq ya da göy quyruq gətirəcəm. Vaxt göy quyruğum var idi, eyda. Nəysə, belə. Bilmirəm, bəlkə Sumqayıtda çünki quş satırsa, bəlkə quşları oradan aldım. Ya da ayıb olar, deyər ki, pay quş verin, neysə quş. Bilmirəm. Prosto gedmişim mən Sumqayıta. Sumqayıta bir də quşbaz yox idi. Göyə baxıram, göydə bir də quş yox idi. Salyanlar giran gibi, salyanda hər tərəf. Salyan girir, salyandan quş yiyərlər, güvərsin yiyərlər salyandan. Hər tərəf quşbazı. Bilmirəm, hər tərəf quşbazı. Amma bu kəndə deyəndə, səsim belə çıxdı. Kənddən ancaq heyvan qaraya gəlir. Harada baxsın, quş görərsin falan görərsiniz. Belə. Quşun gözü yaşlaşsa, əgər sizin də quşlarınız göz yaşama olsa, mütləq çaydan gözünü silin, mütləq. Soyuq çay, özə, isti çay eləmin, soyuq çay. Eləyin, gözündən qəşək silin, damcıladın gözünə, heç bir zərəli olmayacaq. Gözün mükəmməl, gözünün mikrop varsa, tökəcək qırağı. Belə də, bu Allah bir də çox qızıb ha. Sonra düşürəsən, bu dişi dağılacaq, yolacaq ha. Pisməyə başa düşmə, yolacaq, başın ya, şeycək, qanadacaq. Bu ata nədənsə qızmır, bilmirəm niyə. Qazarır bəlkə, bilmirəm. Amma mən o vaxt tutanda, 2-3 il olar ki, 2 ya da 3 il olar, bilmirəm. Cavan heyvanı idi. Cavan heyvanı. O vaxt Allah verdi hələ cici idi, onu tutanda. Tükaşmışdı Allah verdi, yəni əsl quş olmuşdu. Burada erkək olmuşdu da. Bu da qoca quşdur, o ged bu. Bundan bu cavan oxşayır. Çıqqılı quşdur. Oxşayırlar da bir-birinə. Mən o vaxtda bunu erkək adına, bunu erkək adına almışdım da. Bu dişi də oxşayırdım, amma erkək çıxdı. Heyf, o vaxtda sarı quş olmasa, vuracağım deyək, sarı ballar çıxacaq. Neysə. Neyse dostlar, videomuz bu qədər. Sağ olun, salamat qalın. Özür baxın, cavab vermişəm. Suyu dəyişəcəm, suya çay tökmüşəm. Çaydan zəncəfil. Dəyişəcəm, iyi verib bir dəqiq o.
Sağ olun, sağ kalın. Özür dilerim. Canım bilmem görsen de videonu beğenip kanala abone olmayı unutmayın. Sağ olun, sağ kalın. İnşallah bu video kapak fotoğrafı düzgün çıkar. İnşallah. Yeni prens çekirəm də videonun. Hər nəsə dostlar, sağ olun, salamat qalın. Bye bye. Bir də sizlər quşlar belə soya dəyməsi varsa möcüzə ya da yəni dərman nəzər eləməyin. Zəncəfil istəyirəm, bir də gözündən gözü yaşarması varsa gözün sürün çaydan. Yoxdursa əgər soya dəyməsi varsa büzürsə quz, zəncəfil verin, problem düzələcək. Ümid edirəm. Nəsə sağ olun, salamat qalın. Bye bye.